Hal-hazırda biz canlı bağlantı yaradacağıq əməkdaşımızla. Gənc Tamaşaçılar Teatrındadır və bayram ərəfəsində Gənc Tamaşaçılar Teatrı da öz repertuarına yeniliklər əlavə edib. Görək, repertuarda hansı maraqlı tamaşalar var. Bu və digər məlumatları ətraflı şəkildə öyrənəcəyik. Sabahınız xeyir olsun. Mən biləm Fidan Eldarov olmalıdır. Gənc Tamaşaçılar Teatrında. Fidan artıq bizimlə canlı bağlantıdadır. Sabahınız xeyir, buyurun. Sabahınız xeyir. Xeyirli, gününüz uğurlu olsun. Bəli, bugün artıq Ramazan bayramıdır. Elə bununla yanaşı tətil günləri də başlayıb. Tətil günlərində insanlar asudə vaxtlarını necə keçirə bilərlər? Həm böyüklər, həm kiçiklər. Bunlardan biri də teatrlara üz tutmaqdır, tamaşalar izləməkdir. Elə biz də üz tutduq Gənc Tamaşaçılar Teatrına və buranın həftə sonu repertuarı ilə bağlı məlumat almaq istəyirik və Samirə xanımdan həmsöhbət olacağıq. Salam, sabahınız xeyirli olsun. Sabahınız xeyir olsun. Tamaşaçıları mən də salamlayıram. Bayramlarını təbrik edirəm. Bizim bilirsiniz ki, Gənc Tamaşaçılar Teatrımızın istər cari repertuarı, istər aylıq repertuarı həmişə zəngin olubdur. Tamaşalar repertuara salınanda uşaqlar və böyüklər nəzərə alınıbdır. Aprel ayı repertuarımız da çox zəngin yadda qalan olubdur. Məhz bayramı nəzərə alaraq şənbə günü uşaqlar üçün saat 12-də Qoğalın Sərgüzəştləri tamaşası olacaqdır. Axşam tamaşamız isə Axundzadənin, Mirzə Fətəli Axundzadənin Müsyo Jordan və Dərviş Məstəlişah tamaşası olacaqdır ki, bu tamaşada illər ərzində bizim repertuarımızdadır. Böyük tamaşaçı sevgisi ilə qarşılanır. Həftənin bazar günü isə gündüz saatlarında uşaqlar üçün yenə Puşkinin Qızıl Balıq əsəri əsasında səhnələşdirilmiş tamaşamız olacaqdır. Bu tamaşa uşaqlar tərəfindən çox böyük sevgi ilə qarşılanır. Axşam tamaşamız isə Füzulinin Leyli Məcnun əsəri əsasında səhnələşdirilmiş tamaşamız olacaqdır. Çox böyük aktyor heyəti iştirak edir bu tamaşada. Yəni tamaşaçılarımız buyursunlar, teatrımıza gəlsinlər, övladlarını gətirsinlər, özləri axşam tamaşalarımıza gəlsinlər. Vaxtlarını həm səmərəli, həm də yaxşı keçirsinlər. Axundzadənin əsərinin salınması da məhz milli kontekstdə olduğu üçün, milli ab-havada olduğu üçün daha çox həmin gün xoş təsir bağışlayacaq. Təşəkkür edirik ətraflı məlumatınız üçün. Bəli, bizim çatdıracağımız məlumatlar bundan ibarət idi. Gününüz uğurlu olsun, bayramınız mübarək. Təşəkkür edirik Fidan. Biz də bir daha təbrik edirik. Elə Gənc Tamaşaçılar Teatrının kollektivini də və odur ki, əziz tamaşaçılar, istirahət günləridir. Bu günləri yararlı şəkildə dəyərləndirmək lazımdır. Qarşıdakı da istirahət günləri elə bayram günlərinə təsadüf etdiyinə Gənc Tamaşaçılar Teatrının kifayət qədər zəngin repertuarı var. Odur ki, elə qeyd olunan tamaşalara da təşrif buyurmaq olar.